Eləyin. Mən Tağıyeva Gültəkin, Tağıyev Pərviz, şəhid Tağıyev Pərvizin anası. Şəhidimiz neçənci ildə, hardan adam olub? Pərviz 1990-cı ildə martın 22-sində Mingəçevir şəhərində anadan olub. Novruz payı idi. Bəli, Novruz bayramı günündə, martın 22-sində. Uşaqlığından, gəncliyindən danışaq ki, necə oğul idi? Çox elə uşaqlığından igid, qəhrəman, ailəcanlı, mehriban, çox gözəl. Gözəl, səmimi uşaq. Neçə bacı qardaşdılar? 2 qardaş olublar. Bir Pərviz, bir də qardaşı İbrahim. Pərvizin xarakterindən danışaq ki, sizə bağlı idimi? Çox anaya, ataya bağlı, səmimi və əxlaqlı, tərbiyəli, vicdanlı, vətənpərvər, idmançı, uşaqlıqdan idmanı sevən, futbolçu. Ata-ana üçün dəyərli bir övlad idi də. Həm də vətənə olan sevgisi var idi. Bəli, vətənpərvər idi. Ki, o hərbi, belə deyək, qulluqçu olmaq istədi. Düzdür. Mane olmağa çalışdınız ki, yəni çətindir. Bəli, istəmirdim. Bilirdim ki, nəsə qabaqda belə bir şey olar da. Çünki 2 övladım vardı, mənim çox döyüldü. Ona görə çox atası da mən də istəmədik, dedi, yox, ay ana. Mən ya idmanı sevirəm, ya hərbini. Elə hərbin də arxasından getdi, uzun müddətlə işlədi, sonra kəşfiyyata keçdi. Düzünə qalsa kəşfiyyata da istəmirdi olsun, qorxuluydu. Amma o yenə vətəni sevdiyinə görə, sənətin sevdiyinə görə getdi arxasında. 2016-cı il döyüşlərində də iştirak edib. Bəli. Və 2020-ci ildə 44 günlük müharibə zamanı şəhadət zirvəsinə ucaldı. Bəli. Neçə il idi hərbi xidmətçi idi? 8-ci il idi, 8 ilin içində. 8 il idi ki, xidmətdə idi. Aprel döyüşlərində də yaxşı iştirak edibdi. Ana-bala münasibətindən danışaq. Yəqin ki, çox gözəl. Sizə gəlirdi, sirlərindən danışırdı. O mənim həm oğlum idi, həm qızım idi, həm hər şeyim, sirdaşım idi. Hər şeyim idi o mənim. Şəhidimiz subay idi. Bəli. Sevdiyi var idi mi? Onlar hər gənc kimi onun da sevdiyi var idi, bəli. Yəqin arzularınız var idi. Daha doğrusu elçi getmək ərəfəsindəydik. Bir gün gəldi, dedim, amma deyəcəm gedərsiz. O xalasını da çağırdıq getməyə. Sonra zəng elədim, amma gözləyin, özüm gəlirəm. Dedim, niyə? Gəldi, dedim, amma müharibə olacaqdı. Olar ki, gedərəm, başıma bir iş gələr. Xalqın balası bədbaxt olar, getməyin. Bax, o arzu ilə o yaşayırdı ki, elə bir qalib gələcək, özü sağ-salamat qayıdacaqdı, ailə quracaqdı. Heç bir qismət olmadı mənim balama. 44 günlük müharibə oldu və o da, belə deyək, vətənin dar günündə, necə 2016-cı ildə, 2020-ci ildə də döyüşlərə qoşuldu. Ara sıra sizlə əlaqə saxlaya bilirdi? Hər gün danışırdı, hər gün 27-si, 28-i, 29-u, 30-u da mənlə günorta danışıb, axşam da atasıyla danışıb. 30-u son danışığımız olubdu. Sentyabr ayının 30-u. Bəli. Yox, harada sentyabrın 30-u. Sentyabr 30-u. Son görüşümüz oldu, son danışıq. Siz uzun müddət yol gözlədiniz. Əlbəttə, 7 ay, 10 gün biz yol gözlədik. Hələ də elə bilirdim ki, gələcək kəşfiyyatçıdır, hamı deyildi kəşfiyyatçıdır, olar ki, işi arxasından gedər. Çox ağır günlər keçirdiniz. Əlbəttə, indikindən o vaxt ağır idi. Hər dəqiqə gözüm qapıda, hər dəqiqə qulağım səsdə. Ona görə siz itkin yolu gözləyən ailələri başa düşürsünüz ki... Əlbəttə, bir gün də olsa 7 ay biz nə zülüm çəkmişik, bizlə bərabər qohumlarımız hamısı bizlə bərabər Pərvizin yolu gözləyiblər. Görün, indi məsələn 30 ildir yol gözləyən ailələr var. Onu çox başa düşürəm, gözəl ki, onlar elə 30 ildir ölüblər elə bil. Son illərdə də tapılır, deyək Allahdan ki, inşallah bütün... Biz Pərvizi dəfn eləyən gündən bizə dəfn olunmuşuq elə bil ki, biz də torpağa getmişik elə bil. Ancaq bir dənə o uşaq üçün yaşayırıq ki, bir qardaşı var, onu da bir tərəfə çıxardaq. Yuxularınıza gəlirmi? Gəlir, amma kölgə kimi gəlir, tam canlı gəlmir. Səsini eşidirəm, səsi həmin səsdir, amma kölgə kimi gəlir. Həmişə də deyirəm, amma mən sağam. Həmişə deyirəm, amma mən sağam. Şəhidlər diridirlər, Allahın yanındadılar, o sağlığını da elə yuxularınızda da bildirir. Sizi çox incitmək istəmirəm. Adətən, yəni, belə deyək, mən
şəhid analarına bu sualı verirəm. Şəhidlər uca məqamdadılar, cənnət əhlidirlər və hər bir şəhid anası da bir gün balası ilə cənnətdə qovuşacağı günün arzusundadır. İnşallah. Allah sizə ömür versin, Allah can Sağ olun, sağlığı versin. çox sağ olun. Əlbəttə duamız budur. Bir gün cənnətin qapısında Pərvizlə görüşsəz, ona nə deyəcəksiniz? Ona deyərdim ki, tələsdim, tez gələydim sən yana. Gecikdim, tez gələydim sən yana. Allah ömrünüzə bərəkət versin. Allah can sağlığı versin. Gültekin ana, sonda nə sözünüz varsa layihəmizə, ümumən şəhid ailələrinə buyurun. Sağ olun, çox sağ olun. Allah razı olsun. Həmişə ziyarət eləmisiniz. Həmişə yada salmısınız. Allah sizə ömür versin. Şəhidlərin hamısına mənim balam da içində Allah yerlərini cənnət eləsin. Amin. Allah var olasın. Pərviz çox gözəl övlad idi, çox. Çox gözəl övlad idi Pərviz. Onun yoxluğu bizi öldürüb elə bir atasında mən. Allah can sağlığı versin. Allah səbrizi versin.